Qızılın qiyməti tarixi maksimumu növbəti dəfə yeniləyib. New Yorkun COMEX MT birjasında bu ilin fevral ayında təhvil veriləcək qızıl fütureslərinin qiyməti 1 troya unsiya üçün $5300 yuxarı qalxıb. Nəticədə qiyməti 3,61% artan qızıl alıcılara $5305.56 təklif edilib. Çaxnaşma bir dövründə əsas aktivlərin, kriptovalyutaların qiymətində anidən düşüş müşahidə olunduğu halda qızılda yüksəlmə müşahidə olunur. Çünki qızıl özünün stabilliyi ilə, etibarlığı ilə seçilir. İkincisi, 2025-ci ildə Trump administrasiyasının ticarət tarifləri ilə verdiyi qərarlar, hansı ki, burada geosiyasi qeyri-müəyyənliklər yaratdı və həmçinin bu yaxınlarda onun nəzərinizə çatdırıldı ki, Fedin müstəqilliyi sual altından düşmüş olduğuna görə bir çox ölkələr, xüsusən də Avropanın bir neçə ölkələri Fedə dəstək üçün imzalar topladılar və Trump administrasiyası bu yaxınlarda hətta buna cavab olaraq tarif planları hazırlayır. Bura Almaniya da daxildir. MT bazarlarında qızılın qiyməti ilə bağlı rekord hansı həddə qədər yenilənə bilər? Gələcək üçün son demək ola bilər ki, təqribi olaraq maksimum halda $6000 qədər yüksələ bilər, əgər qeyri-müəyyənlikdə davam edərsə. Amma 2026-cı il sülh ili kimi nəzərə alınarsa, ən pik nöqtə maksimum 6000 vurarsa, yenidən düşüş müşahidə olunacaq. Çünki stabillik yarandığı dövrdə investorlarla bərabər kompaniyalar, digər şirkətlər digər sahələrə, aktivlərə investisiyalar edirlər. Bu baxımdan da qızılın satışı artıb və digər aktivlərin alışı baş verə bilər və qızılın qiymətində düşüş müşahidə olunacaq. Qızılla bərabər gümüş də bağlaşıb. Bu qiymətli metalın bir unsiyası üzrə mart fütureslərinin qiyməti də 8,89% artaraq $115.37 çatıb. Elnurə Hüseynova, Xəzər Əbdüləliyev, ASTV İqtisadiyyat.